Türk dövlətləri arasında siyasi, iqtisadi, elmi və humanitar əlaqələrin genişlənməsi, ortaq kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilən beynəlxalq platformalar və türkoloji tədbirlər qarşılıqlı dialoqun dərinləşməsinə, ortaq məqsədlərin müəyyənləşdirilməsinə və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bakıda keçirilən Türk Dünyası həftəsi də bu birliyin növbəti nümunələrindən biri kimi qiymətləndirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Kasım-Comart Tokayev, Qırğızstan prezidenti Sadır Japarov və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qurultay iştirakçılarına ünvanladıqları müraciətlərdə Türk dövlətlərinin ortaq tarix, dil və mədəni dəyərlər ətrafında daha sıx birləşməsinin vacibliyi vurğulanıb. Türk dövlətləri liderlərinin qarşılıqlı münasibətlərinin intensivləşməsi isə təbii olaraq inteqrasiya prosesinin siyasi əsaslarını gücləndirir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızstan və digər Türk dövlətləri arasında əməkdaşlıq mexanizmlərinin genişlənməsi göstərir ki, Türk dünyası ortaq maraqlar ətrafında daha sıx koordinasiya olunan bir platformaya çevrilir. Liderlər 1-ci Türkoloji Qurultay İrsinin bugün də Türk xalqları arasında elmi, mədəni və strateji əməkdaşlığın inkişafına töhfə verdiyini, Azərbaycanın isə Türk dünyasının inteqrasiyasında xüsusi rol oynadığını bildiriblər. Səsləndirilən əhəmiyyətli mesajlar onu deməyə əsas verir ki, ortaq irsin qorunması Türk xalqları arasında həmrəyliyin gücləndirilməsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi Türk dünyasının davamlı inkişafının əsas istiqamətlərindən biridir. Türk dünyasının ziyalıları, alimləri, ədəbiyyatçılar, dilçilər bir araya gəlib, yenidən Türk dünyasının ortaq problemlərini müzakirə edirlər, ortaq dil, ortaq əlifba və digər məsələləri müzakirə edirlər. Bütün hallarda düşünürəm ki, bu tədbir olduqca əhəmiyyətli tədbirdir və yəqin ki, Türk dünyasının inteqrasiyasında, Türk xalqlarının yenidən bir araya gəlməsində ortaq mədəniyyət, ortaq dil, ortaq ədəbiyyat bu kimi məsələlərin həllində çox əhəmiyyətli olacaq. Bir əsr əvvəl Bakıda əsası qoyulan Türkoloji Qurultayın ideyaları bugün də Türk dünyasının inteqrasiyası üçün aktual olaraq qalır. Bu prosesdə elm, təhsil, mədəniyyət və ortaq dəyərlər dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir. Bakıda keçirilən tədbirdə verilən mesajlar da göstərir ki, Türk dünyasında birlik ideyası artıq təkcə tarixi irs deyil, gələcəyə hesablanmış ortaq inkişaf strategiyası kimi qəbul olunur.